Ey milli qəhrəman, qeyrətli ana, vətənin fəxrisən, salatın ana, əbədi qalacaq tarixdə adın. Çox qısa olsa da həyatın ana, Qarabağ bizimdir, gözlərin aydın, olmasın nə dərdin, nə qəmin ana. Şərəflə daşıyır oğlun əlində, əmin əllərdədir qələmin ana. Qələmin oğluna, oğlun da bizə, bir ömür əmanət olacaq ana. Ceyhun tək vətənin mərd oğulları, oğlunun qeydinə qalacaq ana. Şəhid olduğun yerdə də olduq, ətrin var Laçında, Şuşada ana. Bizlərin borcudur öz ürəyində, əziz xatirəni yaşadaq ana. Əziz xatirəni yaşadaq ana, yaşadaq ana. Salam anam. Yadındadır 35 il əvvəl mənə söz vermişdin. Demişdin ki, sonuncu dəfə Qarabağa gedirsən. Ayın onu qayıdacaqsan və biz birgə sirka gedəcəyik. Sən məni aldatdın, qayıtmadın. Daha doğrusu cansız, ruhsuz bədənin qayıtdı. O zaman 6 yaşım var idi. Amma anlamışdım. Anlamışdım ki, bir daha boynuna sarıla bilməyəcəm. Anlamışdım ki, bir daha heç vaxt saçımı oxşayıb, oğlum səninlə fəxr edirəm deməyəcəksən. O gün Allahdan küstüm. 6 yaşlı Ceyhun əmin idi ki, səni ondan erməni caniləri yox, Allah alıb. Düşünürdüm ki, mənə xəyanət etmisən, məni Şuşaya dəyişmisən. Anlamırdım ki, necə bir cansız şəhər, torpaq, dərə, təpə övladından vacib ola bilər. Bağışla məni, uşaq idim, dərk etmirdim. Anlamırdım ki, vətən hər şeydən və hər kəsdən öndədir, vacibdir. Əgər bir ana 3 övladını da vətənə qurban verib, onları qəbrə qoyarkən vətən uğrunda şəhid olduqlarına görə qürurlanırsa, mənim nə səndən, nə də ki Allahdan inciməyə haqqım yoxdur. Əslində, səndən bağışlanmağımın da gözləməyə haqqım yoxdur. Əgər bizə deyildiyi kimi o dünya varsa və sən 35 ildir ki orada məni izləyirsənsə, əminəm ki utanırsan. Utanırsan ki sənin kimi bir ananın mənim kimi bir oğlu var. İnan mən də istəmirdim ki belə olsun. Sən gedəndən sonra ruhum öldü və mən 35 ildir ki bir boşluqda yaşayıram. Doldurmaq istirdim o boşluğu. Ailə qurdum, 2 oğlum, sən 2 oğlan nəvən dünyaya gəldi. Xoşbəxt idim. Yox, yenə yalan danışıram. Xoşbəxt görsənirdim. Özümlə tək qalanda, başımı yastığa qoyanda, gözümü yumanda hər dəfə küstüyüm Allaha yalvarırdım ki, səhər oyanmayayım. Çünki sənsiz dünyada oyanmaq istəmirdim. Amma hər dəfəsində yenə də bu dünyada oyanırdım. Nifrət etdiyim dünyada. İçimdəki boşluğu doldurmaq, sənsizliyin verdiyi acını hiss etməmək üçün içirdim. Nə kefdən, nə həzdən, sadəcə keyləşmək üçün. Dünyadan qopmaq üçün, ölmək üçün içirdim. Yəqin ki yadındadır, 2012-ci ilin yanvarın 22-si idi. Bakıya güclü qar yağmışdı. O gecə küçədə itə də rast gəlmək mümkün değildi. Mən isə əlimdə bir kəndir sənin qəbr üstünə gəldim. Çox içkili idim. Bəlkə də elə buna görə ağacın budağını düz seçə bilmədim. Bir təhər ipi boynuma salıb, ana yanına gəlirəm deyib, sənə qovuşmağa cəhd etdim. Amma bir neçə saat sonra yenə də sənsiz dünyada, səndən xatirə qalan baş daşının yanında oyandım. İllər ötürdü. Mən elə hey içimdəki boşluğu doldurmağa çalışırdım. Amma bu boşluq bir dipsiz quyu idi. Bir dayaldım ki 34 il ötüb. Artıq 2025-ci ildir. Sentyabrın 11-idir. Mənsə hər şeyini itirmiş, quyunu doldura-doldura onun lap dibinə düşmüş həmin 6 yaşlı uşağam. Həminən Allaha yalvardım ki, ya məni öldür, ya da bu bəladan qurtar. Mən artıq bacarmıram. Yalvarıb gözlərimi yumdum. Bilmirəm nə qədər zaman keçdi. Bəlkə 1 dəqiqə, bəlkə də 1 saat. Darvaza döyüldü. Mənim burada olduğumu heç kim bilmirdi. Amma yenə də olan qalan gücümü toplayıb ayağa qalxdım. Qapıda 2 nəfər dayanmışdı. Biri, salam qardaş, bu Qurbandır, mən də Ceyhun. Biz qurtuluşdan gəlmişik dedi. Onun sözləri yox, zaman,
Məhz mən Allahdan işarə gözlədiyim zaman gəlməsi mənə təsir etdi. Sonrakı 3 ay sürətlə keçdi. Yaxşılaşdım, ayıldım. 35 ildir ki, sənsizlikdə keçən bu pis yuxudan ayıldım. Bilirsən harada səni hiss etdim? Sənin şəhid olduğun yerdə, Laçından Şuşaya gedən yolda, ruhun bədənindən çıxan yerdə, qanın torpağa hopan yerdə güllər bitir. Onlarda səndən bir parça var. Bəlkə də yoxdur, amma mən onlarda səni görmək istədim. Gördüm də. Bağışla məni. Kaş 35 il əvvəl burada, həmin anda yanında olardım. Sənə dəyən o güllələr mənə dəyərdi. Bağışla. Qurtuluş Reabilitasiya Mərkəzi. Həyata dönüş buradan başlayır.